günlər. Bugün sizlə 4-cü sinif dərslikdə olan məlumatları bölüşəcəm. Birinci mövzuda insan bəzəyir, tikir və təsvir edir. Deməli, insanın ilk tikilisi ocaq yeri olmuşdur. Yəni, insanlar ilk dəfə ocağın ətrafına yığışaraq memarlığın əsası bu cür qoyulmuşdur. Daha sonra insanlar özlərini bəzəyirdilər. Günümüzdən fərqli olaraq gözəl görünmək üçün, yaxud da geyim tamamlamaq üçün deyil, cəmiyyətdə tutduqları mövqeyini göstərmək üçün özlərini bəzəyirdilər. Burada da dinə ayin icra edən şəxsi görürük. Yəni, onun geyimi, aksesuarlarını, əşyalarını gördükdə, yəni onun dini ayin icra edən şəxs olduğunu aydınlıqla seçmək olur. Eyni zamanda qəbilə başçısını və yaxud da ovçunu da bu cür seçmək olurdu ki, yəni hansı vəzifəni icra edir. Daha sonra insanlar təsvir edirdilər qayalar üzərində, daş parçaları ilə, gir parçaları ilə təsvirlər çəkirdilər. Gündəlik məişətlərini təsvir edirdilər, məşğuliyyətlərini təsvir edirdilər və burada heyvan təsvirləri görürük və insan təsvirləri görürük. Yəni onlar hərəkətdə, yəni dinamik çəkirdilər, hərəkət edirmiş kimi təsvir, yəni bağışlayır, insana o formada çəkirdilər. Daha sonra panno nədir? Panno deməli iri ölçülü təsvirdir və yaxud da dekorativ bir rəsmdir. Pannolar parçanın bir hissəsi deməkdir və pannolar həm çəkilir, həm də yığılırdı. Mozaik parçalardan yığılır. Daha sonra taxta oymalarına da biz panno deyə bilirik. Yəni qısacası panno parçanın bir hissəsi deməkdir və dekorativ bir rəsmdir. Sonra gəlir tikililərin müxtəlifliyi. Tikililər də müxtəlif idi. Bunlar da peşəyə görə dəyişirdi, yəni məşğuliyyətə görə dəyişirdi daha doğrusu. Məsələn, alaçıqdan istifadə edirdi maldarlar, köçəri həyat sürənlər, kömadan, daxmadan istifadə edirdi, çoğustandan istifadə edirdi, əkinçiliklə məşğul olanlar. Gəlin görək bunlar necə konstruksiyaya malikdir. Məsələn, alaçıq yüngül konstruksiyaya malik bir evdir, bir tikilidir. Yəni onu yığıb asanlıqla yığıb sökmək olur və ona görə də maldarlar məhz alaçıqdan istifadə edirdilər. Burada alaçığın ümumi konstruksiyası göstərilib. Burada onun interyeri, daxili. Burada da üzərinə örtülən keçə materialı, yəni divarına üstünə örtülən keçə materialını göstərir. Yuxarı hissəsi də tüstü çıxan yeri də yenə belə deyim də onu da bacanın da üstünü dəri ilə örtürdülər. Daha sonra görürük interyerdə ocaq yeri görürük tam mərkəzdə. Sonra deməli saxsı qabları görürük, motal görürük, nehrə görürük. Sonra burada gün əyran var. Daha sonra yastıqlar, yorğan döşəklər görürük ki, bu da alaçığın, yəni daxili hissəsinin görünüşüdür. Girişdən də xalça və yaxud da keçə materialı asardılar. Sonra gəlir Çoxustan. Çoxustanda da qeyd etdik ki, bayaq əkinçiliklə məşğul olanlar yaşayırdı. Eyni zamanda daxma və yaxud da kömə adlanan bu evdə də əkinçiliklə məşğul olanlar yaşayırdılar. Ancaq tikiliş formaları yəni fərqli idi. Məsələn, Çoxustan qarğıdan tikilirdi. Palçıqla saman qarışdırılırdı və sıvanırdı. Üzərinə də küləş örtülürdü. Hər tərəfindən də daşlar asırdılar ki, küləyə, yağışa davamlı olsun deyə. Ancaq kömə və yaxud da daxma deməli tikilirdi çiy kərpicdən və yaxud da ki, daşlardan, çay daşlarından tikilirdi. Bunun da yuxarı hissəsində tüstü çıxmaq üçün baca deyilən bir yer qoyulurdu ki, bu yəni baca vasitəsilə də ocağın tüstüsü çıxırdı. Yalnız bu tikililər olmurdu, belə deyək də, əkinçiliklə məşğul olanların həyətində. Eyni zamanda onların belə deyim, mal-heyvan saxladıqları yerlər, tikililər də olardı. Məsələn, toyuq hini olardı, quyu olardı, təndir olardı həyətdə. Onlar darvazalarına onları belə deyim, şər qüvvələrdən qoruduqlarına inandıqları bir at nalı asırdılar. Yəni inanırdılar ki, at nalı onları şər qüvvələrdən qoruyur. Sonra nəmişlik olan yerlərdə isə evlər daha çox tikilirdi dirəklər üzərində, yəni nəmişliyə, suluğa qarşı olsun deyə bu məqsədlə də yəni dirəklər üzərində tikilirdi. Sonra doğma diyarın rəngarəng təbiəti. Burada da perspektiv qaydalarından söhbət gedir. Perspektiv odur ki, yəni perspektivin əsas qaydası odur ki, müşahidəçi gözündə olan obyektlər uzaqlaşdıqca kiçilir, yaxınlaşdıqca daha da ölçülər böyük görsənir. Amma hansı ki, onlar hardasa eyni boydadır bu obyektlər, lakin müşahidəçi gözündə getdikcə uzaqlaşdıqca, yəni kiçilirlər.
Bu olur xətti perspektiv. Hava perspektivi də odur ki, yenə müşahidəçi gözündə yaxında olan obyektlərin rəngi daha parlaq, uzaqda olanların isə rəngi daha solğun olur. Bu da oldu hava perspektivi. Daha sonra qovuşma nöqtəsi nədir? Qovuşma nöqtəsi göz səviyyəsində, üfüq xəttində bir nöqtədə paralel xəttlərin birləşməsidir. Bu da olur qovuşma nöqtəsi. Burada Kamil Xanlarovun mənzərə əsəri göstərilir və mənzərə əsərində üfüq xətti tam olaraq göz səviyyəsindədir. Yəni üfüq xətti əslində belə deyək ki, belə bir xətt yoxdur. O xəyali bir xəttdir. Daha sonra burada göstərilib Kür üzərində sakitlik əsəri Əyub Məmmədova aid olan bir mənzərədir. Burada üfüq xətti göz səviyyəsindən aşağıdadır. Çünki belə deyək də, müşahidəçi yuxarıda dayanıb aşağını seyr edirmiş kimi təsvir edilibdir. Daha sonra Məmməd Orucovun Xəzərin keşiyində əsərində isə əksinə üfüq xətti göz səviyyəsindən yuxarıdadır. Yəni burada da müşahidəçi aşağıdan dayanıb yuxarını seyr edirmiş kimi göstərilmişdir. Burada Maral Rəhmanzadənin Sevimli Araz əsəri var. Bu əsərə diqqətlə baxanda görürük ki, müşahidəçiyə yaxın olan obyekt, yəni burada dağdır, daha parlaq rəngdədir. Uzaqlaşdıqca isə daha da solğunlaşıb. Yəni bu da hava perspektividir. Bayaq şifahi olaraq qeyd etdik. Sonra gəlir payız fəslinə aid Natürmort. Bu da Tahir Məmmədova aid olan bir rəsm əsəridir. Gəlin görək işıq kölgə nədir? İşıq kölgə əşya üzərində işığın yayılmasıdır. Bilik ən parlaq nöqtəsi bilikdir. Ümumiyyətlə bu görünən hissə işıqlı yerdir, işıqlı hissəsidir. Sonra yarım kölgə odur ki, parlaq, yəni işıqlanan yerdən işıqlanmayan, yəni yerə xəfif keçiddir. Yəni yarım kölgə odur ki, onun şəxsi kölgəsinə xəfif keçir. Şəxsi kölgə də onun belə deyim də işıqlanmayan tərəfidir. Daha sonra gəlir düşən kölgə. Düşən kölgədə əşyanın belə deyim də işığın hansı tərəfdən düşməsindən asılı olaraq müstəvi üzərinə düşən kölgəsidir. Refleks isə odur ki, əşyanın kölgə tərəfindən digər sətin işıq və rənginin əksidir. Burada göstərilib baxış nöqtəsindən üfüq xətti aşağıda yerləşib birinci təsvirdə. Deməli, baxış nöqtəsi üfüq xəttindən aşağıdadır. Əşya üfüq xəttinin belə deyim, yuxarısında yerləşdiyi üçün biz ona aşağıdan baxırıq. Yəni alt hissəsini görürüksə, deməli əşya üfüq xəttindən yuxarıda yerləşib. Baxış nöqtəsi burada üfüq xətti səviyyəsindədir. Əşya, yəni üfüq xəttin üzərində yerləşib. Buna görə də ona düz baxırıq. Daha sonra gəlir baxış nöqtəsi üfüq xəttindən yuxarıdadır. Ona yuxarıdan baxırıq. Yəni əşya üfüq xəttindən aşağıda yerləşib. Daha sonra gəlir lessirovka nədir? Lessirovka qurumuş rəng təbəqəsi üzərinə yeni rəngin yaxılmasıdır. Burada təsvirdə göstərilib. Deməli, istədiyimiz rəngi, istədiyimiz o parlaqlığı alana qədər biz rəngi çəkirik, bir daha çəkirik, qurumağa qoyuruq. Daha sonra yenidən çəkirik, yenidən qurumağa qoyuruq və istədiyimiz nəticəni alana qədər. Burada belə deyim də tərəvəz üzərində misal göstərir. Burada da natürmortda da yenə eyni qaydaya riayət olunub. Yəni fikir verirsiniz, istər fon, istər müstəvi, istərsə də əşyalar ilk növbədə rənglənir, daha sonra qurumağa qoyulur və yenidən rəng yaxılır. Yəni ta ki istənilən rəng alınana qədər. Daha sonra gəlir yurdumuzun insanları. Bu mövzuda da Oqtay Sadıqzaydənin Çay Becərən Məmmədova və Rəhimova adlı portret əsərlərini görürük. Daha sonra var Mikayıl Abdullayevin Çəhtlikçi qızlar əsəri, İlmira Şahtaxtinskayanın İtkisiz böyüdəcəyəm və Maral Rəhmanzadənin Azərbaycan qadınları. Bunları da, yəni bu təsvirləri əzbərləməkdə fayda var. Çünki şəkilli suallar düşür. Sonra Asif Cəfərovun Azərbaycanım, bunu aşağı sinifdə də keçmişdik. Orada isə bu əsər Mənim Azərbaycanım adında, yəni bu cür qeyd olunubdur. Burada isə Azərbaycanım kimi qeyd olunub. Yəni Asif Cəfərova aid olan Məşə şahında çəkilmiş bir rəsm əsərdir. Daha sonra Ələkbər Rza Quliyevin Öküzün anlanması qrafika növündə olan qrafik bir təsvirdir. Bu da məişət mövzusuna aid olan bir rəsm əsərdir. Sonra gəlir burada yenə natürmort janrına aid olan 3 əsər verilib. Burada Ramiz Abbasovun Payız nemətləri, daha sonra Hicran Əloğlunun Laçın mis qabları və Zöhrab Cabbarovun Bağ mövsümü adlı rəsm əsərlərini görürük. Sonra gəlir
tariximizin yaddaşı daş fiqurlar. Daş ümumiyyətlə uzun ömürlük simvoludur. Yəni əbədilik rəmzidir. Əcdadlarımızın ilk təsvirləri məhz daş və qayalar üzərində çəkilmişdir. Bayaq bunu qeyd etdik. Onlar deməli daş parçalarından, gil parçalarından cızma üsulu ilə rəsmlər həkk edirlər ki, biz də bu gün o rəsmlər, o təsvirlər vasitəsilə məhz belə deyim də tariximizə, keçmişimizə bələd oluruq. Və burada da göstərilib Qobustan qayalıqları üzərində olan təsvirlərdən fraqmentlər, hansı ki, yenə daş parçalarıyla və yaxud da gil parçaları ilə cızılmış, çəkilmiş rəsm əsərləri. Zaman keçdikcə onlar, əcdadlarımız yonma oyma üsullarını öyrənirlər və burada da yonma oyma üsulları ilə olan təsvirləri görürük, müşahidə edirik və daha çox belə deyim də relyefli formada onlar təsvir edirdilər. Relyefdə qabartma deməkdir, yəni müstəvidən qabarıq olan belə deyim təsvirlərdir. Burada daş büt görürük. Əcdadlarımız bu daş bütlərə sitayiş edirdilər. Bu onun ön görünüşü, bu isə arxa görünüşüdür. Daha sonra burada qoç fiqurları var. Qoç fiqurlarında hardasa formaları eynidir, ancaq bəzəkləri ayrıdır. Məsələn, burada yay ox təsviri olan fiqur sahibinin cəsur igid olduğunu göstərir. Bu simvol həm də onu bəzəyir. Burada isə xalçanı xatırladır üzərində olan naxış. Daha sonra atlarda da yenə eyni qaydadadır. Üzərindəki təsvirlər, yəni formalar eynidir, ancaq üzərindəki təsvirlər də fərqlidir. Sonra gəlir türbələr və məqbərələr. Türbə ümumiyyətlə duran əbədi ev deməkdir. Türbələr belə deyim, tanınmış şəxsləri xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa olunurdu. Burada iki türbə göstərilib. Böyük Günbəd türbəsi, bir də Qarabağlar türbəsi. Yaşayış yerlərindən fərqli olması, yəni bunu fərqləndirən cəhəti yığcam olması, təmtəraqlı olması, yəni üzərinə naxışlarla bəzədilməsindədir. Məsələn, Göy Günbəd türbəsində Marağada yerləşir. Fikir veririk, həndəsi formalarla daha çox bəzədilib. Burada da onun fraqmenti göstərilir. Daha sonra Qarabağlar türbəsi Naxçıvanda yerləşir. O da hərflərlə bəzədilib və bu da onun fraqmentidir. Daha sonra gəlir qədim məbədlər. Məbədlər də belə deyim də şəhərlərdə, düzənlik və dağların qoynunda ucadılan tikililər idi. Onların belə deyim insanlar üçün əhəmiyyəti böyük idi. Ətrafda yaşayan əhali dini ayin və mərasimlər keçirmək, ibadət etmək üçün buraya gəlirdilər. Burada məsələn yanardağ göstərilir. Bu da Abşeron torpağında yerləşən yanardağdır. Daimə yanır. Və yanardağ belə deyim də insanlar oranı ziyarət edirlər. Daha sonra Atəşgah var. Atəşgah məbədi də orada yəni insanlar ziyarət edirlər. İbadətgah kimi alov evi və yaxud da alov yer adlanır. Bu gündüz görünüşüdür. Dörd bir tərəfdən giriş var. Tağlı formadadır girişlər və yuxarı hissəsində dörd bir tərəfində də alov yanır. Gecə bu da gecə görünüşüdür. Sonra gəlir Alban kilsəsi, Şəkidə yerləşən Alban kilsəsi, Ara memarlıq məktəbinə aid olan bir tikilidir. Onun dam örtüyü isə günbəz və yaxud da qübbə adlanır. Günbəz və yaxud da qübbə o deməkdir ki, yarım kürə və yaxud da konus formalı dam örtüyüdür. Burada da onun belə deyim də göstərmək olar. Bu yəni bu dam örtüyü günbəz və yaxud da qübbə adlanır. Sonra gəlir qədim körpülər. Qədim körpülər deməli taxta körpü, asma körpü, daş körpü, bir də açılan körpü var. Amma ən qədimi daş körpü, taxta körpü, bir də asma körpüdür. Burada Xudafərin körpüsündən fraqment göstərilib. Xudafərin körpüsü iki hissəli, bir böyük tağlı olan 15 tağdan, kiçik tağlı isə 11 tağdan ibarət olan, yəni digər hissəsi 11 tağlıdır. Və bu da onun görünüşüdür. Aşırımda deyilir bu körpüyə və Araz çayı üzərində Cəbrayılda salınmış bir körpüdür. Daha sonra gəlir Qazancı körpüsü. O Naxçıvanda yerləşir. Bir tağlıdır. Ona Qozbeli körpüsü də deyilir. Sonra Qazaxda yerləşən qırmızı körpüdür. Və daha bir körpü isə Gədəbəydə yerləşən əyri körpü. Deməli, çay daşlarından tikilirdi, özül. Burada Xudafərin körpüsünün belə deyim, konstruksiyası göstərilib. Deməli, özül bu hissələrdir. Bunlar çay daşlarından tikilirdi. Bu, belə deyim də, bu
formalar tağlar adlanır, tağlı formalıdır. Yuxarı hissəsi isə çaydaşlarından tikilərdir. Daha sonra gəlir qalalar. Qalalar müdafiə məqsədi daşıyan tikililər idi və qalaların ətrafına enli hasarlar çəkilirdi ki, bu hasarlar da qurşaqla tamamlanırdı. Qurşaq da bu, belə deyim də, divarın, hasarın yuxarı hissəsidir. Bu Ramana qala qəsri də Abşeronda yerləşir. Bu isə Mərdəkan qala qəsridir. Bu da Abşeronda yerləşir. Deməli, qurşaq nə oldu? Hasarları tamamlayan başlıq oldu və burada qurşağın fraqmenti göstərilib. Sonra saraylar. Saraylar da qədimdə şərq sarayları ölkə hökmdarlarının adı ilə tanınırdı. Sarayın hökmdarı var dövlətin və qüdrətin yəni belə deyim də, ölkənin rəmzi sayılırdı və sarayda divanxana deyilən bir otaq var idi ki, həmin otaq qəbul otağı idi. Burada belə deyim, mühüm vacib məsələlər burada yəni danışılırdı. Məsələn, sülhlərlə bağlı, müharibələrlə bağlı məsələlər. Yəni vəzirlər, vəkillər burada hökmdarın hüzuruna bu otaqda çıxardılar və burada orta əsr miniatürü görürük. Ağa Əmrəyə aid olan Xosrovun taxta çıxması və divanxana adlanan bu otaqda belə deyim də mühüm qərarlar alınardı, daha sonra da həyata keçirilərdi. Daha sonra gəlir kərvansaralar. Deməli, kərvansaralar da kərvan yolları üzərində tikilərdi. Ticarətlə məşğul olan yəni insanlar burada, tacirlər burada gecələyərdilər. 2 mərtəbəli olurdu adətən. Birinci mərtəbəsində heyvanların yemlənməsi üçün, heyvanların saxlanılması üçün, ikinci mərtəbəsində isə tacirlərin istirahəti, dincəlməsi üçün istifadə olunurdu və həyətində quyu olardı kərvansaraların. Burada hücrə otağı görürük ki, bu da tacirin dincəldiyi yerdir və buradan da həm də həyəti seyr edərdi. Kiremit dam örtüyüdür, müəllimlər. Hansı ki, rütubətdən qoruyan bir dam örtüyüdür. Düzbucaqlı kiçik lövhəciklər, yəni gildən hazırlanırdı, sobada da bişirilirdi, rütubətə davamlı olsun deyə. Dabaqxana da göyün dəri emalatxanasıdır. Burada başqa elə bir şey yoxdur. Daha sonra gələk xalq sənəti, miskərlik. Deməli, kərvan yollarının kəsişdiyi yerdə salınmış qədim Gəncə şəhəri. Bura ticarət mərkəzi idi. Yəni, belə deyim də, yaxşı sənətkarlar var idi. Eyni zamanda yaxşı parçalar var idi ki, oradan da müxtəlif geyimlər hazırlanırdı. Məsələn, atlas, zərxaray, ipək, əlgəncə adlanan belə deyim də, paltarlar bu şəhərdə hazırlanırdı. Metal ustalarının hazırladıqları qab-qacaqlar, əşyalar, silahlar, bütün bunların da hər biri belə deyim də, özünə məxsus küçəsi olardı. Məsələn, Miskərli küçəsi, Zərgərli küçəsi və s. və Gəncədə belə deyim də, xüsusi Miskərli küçəsi var idi ki, orada da misdən yəni gözəl əşyalar hazırlanmışdı. Bu da onlardan biridir. Mis Aftafa 19-cu əsrə aid bir də kasa var. Yəni bu da misdəndir və üzərini də görürük. Yəni ornamentlərlə, müxtəlif ornamentlərlə bəzədilib. Daha sonra gəlir sujetli xalçalar. Deməli, xalçalar ornamentlərlə, yəni bilirik ki, bəzədilir. Bunlar müxtəlif motivli olur. Nəbati olur, həndəsi olur və yaxud da belə deyim də, zoomorf olur, insan təsvirləri də olur eyni zamanda və insan təsvirləri olan xalçalar, yəni orada əgər hadisələrdən bəhs olunursa, bu xalçalar sujetli xalçalar olur. Məsələn, burada ovçuluq sujetli xalçası göstərilib. Burada dörd bir kənar tərəfində xoruz təsviri verilmişdir ki, o da xeyir müjdəçisi hesab olunur. Tam mərkəzi hissədə at üzərində olan ovçu var. Sonra onun yanında ov itləri, daha sonra şahin quşu var. Yəni bu, belə deyim də, bu xalça sujetli xalçadır və kənarları da haşiyələrlə bəzədilmişdir. Sonra gəlir Novruz adət-ənənələri. Bu mövzuda da 2 rəsm əsəri göstərilib, qrafika növünə aid olan. Hər ikisi də Ələkbər Rzaquluyeva aid olan bir rəsm əsəridir, qrafika növündədir və məşər janrında olan əsərlərdir. Birincisi görürük yumurta döyüşü, daha sonra görürük Ələkbər yenə Rzaquluyeva aid olan Novruz bayramına hazırlaşırlar.
Deməli, məişət növündədir, məişət janrındadır və rəngkarlıq növündədir. Sonra gəlir Məmməd Orucovun Bayram Axşamı. Bu əsər də yenə məişət janrındadır. Daha sonra rəngkarlıq növünə aid bir rəsmdir. Yenə məişət janrında olan iki əsər görürük. Elmira Şahtaxtınskayanın Novruza hazırlıq. Daha sonra Xalidə Səfərovanın Novruz. Sonra gəlir Mirzə Qədim İrəvani. Mirzə Qədim İrəvani İrəvan şəhərində doğulub. O sənəti, rəssamlıq sənətini atasından öyrənib. Atası da ağac üzərində oyma ustası olub. İrəvani yaradıcılığının ilk zamanlarında dekorativ sənətlə məşğul olmuşdur. Nəqqaş və portretçi rəssam kimi fəaliyyət göstərmişdir. Mirzə Qədim İrəvani dəzgah rəngkarlığının əsasını qoyan rəssamlardan biridir. Yəni belə deyim də, dəzgah rəngkarlığına qədər daha çox rəsmlər çəkilirdi divarlarda və Mirzə Qədim İrəvaninin portretləri var. Rəqqasə, dərviş, süvari, başqa molla var, gənc qadın var, sonra gənc oğlan var, oğlan portreti var. Bunlar saxlanılır Azərbaycan Dövlət İncəsənət Muzeyində. Mahtələt xanım saxlanılır Gürcüstan Dövlət İncəsənət Muzeyində, Sankt-Peterburqda isə, yəni Ermitaj Muzeyində isə saxlanılır çiçəklər və quşlar. Və İrəvan Sərdarının sarayındakı panno və süjetli kompozisiyaları bərpa etmişdi. Güzgülü zal adlanan yerdə isə monumental iki əsər portret yaratmışdır ki, bu Fətəli Şah Qacarın, bir də Abbas Mirzənin portretləri idi. Bunları da yağlı boya vasitəsilə çəkmişdir. Və Mirzə Qədim İrəvani xalq sənətini, Avropa rəngkarlıq ənənələrini, bir də şərq miniatür üslubunu, yəni bu üç üslubu ustalıqla birləşdirən bir belə deyim də rəssamdır. O təsvirlərində, yəni təsvirləri yaradan zaman dekorativlik və real üslublar bir-birlərini tamamlayırdı. Ümumiyyətlə İrəvani Azərbaycan təsvir sənətinin inkişafına təkan vermiş, töhfələr vermiş rəssamlardan biridir. Burada da İrəvaninin yenə portret əsərlərini görürük. Hər biri yəni İrəvaniyə aiddir. Məsələn, Fətəli Şah Qacar, İrəvanlı Həsən xan, daha sonra İrəvan şahzadəsinin, sonra gənc qadın, gənc oğlan, İrəvan Sərdarı, digər bir əsərdə İrəvan Sərdarı. Sonra gəlir Usta Qəmbər Qarabağı. Usta Qəmbər Qarabağı Şuşalıdır. Şuşada anadan olub. O da nəqqaş və ornament ustasıdır. Qarabağı milli üslubda divar rəsminin ən gözəl nümunələrini yaradan bir rəssamdır. O Şəkinin, Şəki xanlarının yay sarayının divar naxışlarını bərpa etmiş və xalq sənətinin ənənəvi üslubuna yeni çalarlar əlavə etmişdir. Dekorativ və rəngkarlıq üslublarını isə birləşdirən Usta Qəmbər Qarabağıdır. Onun əsərlərində kompozisiyaları, yəni koloriti, böyük və kiçik detalların həm ahəngliyi büsat ovqatı yaradırdı. Yəni büsat ovqatı da təmtəraqlı, dəbdəbəli deməkdir. Divardakı naxışlar isə əfsanəvi bağçanı xatırladır. Bu da təsvir olunan hər bir gülün, hər çiçəyin özünün mənası olardı. Sənətkar öz əsərlərini şəng rəngkarlığı üçün yeni olan üsullardan istifadə etmişdir. Bu əsərlərdə dekorativ və real təsvirlər bir-birlərini tamamlayır. Eynilə İrəvanidə olduğu kimi. Burada isə ondan belə deyim də nümunələr göstərilib, onun əsərlərinə aid, onun əl işlərinə aid nümunələr göstərilib ki, bunlar da Şəki xanlarının yay sarayındakı o divarda olan təsvirlərdir. Baxın, burada da yenə eyni. Sonra gəlir Mir Mövsüm Nəvvab. Mir Mövsüm Nəvvab da Şuşalıdır, o da Şuşada anadan olub və Mir Mövsüm Nəvvab tək rəssam deyildi, o eyni zamanda musiqiçi idi. Sonra elmlə maraqlanırdı, riyaziyyatçı, yəni kimya, astronomiya, türk dilləri ilə maraqlanırdı, öyrənirdi. Şeirlər yazmışdı, müxtəlif belə deyim də elmin müxtəlif sahələrinə aid kitablar nəşr etdirmişdi və o geniş biliyə malik olan, yəni ensiklopediyaçı bir rəssamımızdır və eyni zamanda təsvir sənətlə məşğul olurdu. Buradan da gözəl belə deyim də əsərlər ərsəyə gəlmişdir və daha çox belə deyim də quşlar, çiçəklər çəkirdi. Bu da onun evində çəkdiyi
belə deyim, quş və çiçək təsviridir. Daha sonra burada da Əmir Teymurun portretini görürük və belə deyim də, həm evində çəkirdi bu təsvirləri, həm də dərs dediyi məktəbin divarlarında çəkirdi. Eyni zamanda Nəvvab Şuşada Gövhər Ağa məscidinin bəzədilməsində də yaxından iştirak etmişdir. Burada isə Dərviş Nurəli Şahın portretini görürük. Daha sonra Əbdürrəhman Caminin portreti, yeni illüstrasiyalarını görürük. Çiçəklər və quşlar. Daha sonra gəlir Ömər Eldarov. Ömər Eldarov Azərbaycanın xalq rəssamıdır. 1927-ci ildə doğulub və hal-hazırda həyatdadır. Və Ömər Eldarov heykəltaraşdır. O Leninqradda, yəni indiki Sankt-Peterburq şəhərində İllər Repin adına rəssamlıq, heykəltaraşlıq və memarlıq universitetinin heykəltaraşlıq şöbəsini, fakültəsini bitirmişdir və Ömər Eldarovun, belə deyim, Məhəmməd Füzuli, Xurşud Banu Natəvan, Üzeyir Hacıbəyov, sonra Hüseyn Cavid kimi möhtəşəm portretlərin müəllifidir. Burada Tokay Məmmədovla birgə işi olan Məhəmməd Füzuli heykəlini görürük. Daha sonra Xurşud Banu Natəvan, bir də Üzeyir Hacıbəylinin abidəsini görürük. Daha sonra gəlir Toğrul Nərimanbəyov. Toğrul Nərimanbəyov Azərbaycanın xalq rəssamıdır. Bakıda doğulmuşdur və biz Toğrul Nərimanbəyovu daha çox monumentalist bir rəssam kimi tanıyırıq. Toğrul Nərimanbəyov qeyd etdiyimiz kimi daha çox monumentalist bir rəngkar idi və dəfələrlə Çexiyada, Almaniyada, Kubada, ABŞ-da, sonra Slovakiyada, Polşada və başqa ölkələrdə fərdi sərgiləri keçirmiş bir rəssamdır və Toğrul Nərimanbəyovun Çiçəklər, Köhnə Çınar, Göyçay, Göyçay bağlarında kimi əsərləri müəllifidir və burada da onun əsərlərini görürük. Bakıda Bahar, Nar və Armud və s. Bu kimi əsərlərin müəllifidir. Daha sonra gəlir Gündoğan ölkə Yaponiya və Yaponlar buranı Yamato adlandırırlar, dağlar yolu adlandırırlar. Daha sonra isə Yaponiya adlanmağa başladı bu ölkə. Yaponların hava şəraiti rütubətli, yəni yağışlı olduğu üçün, belə deyim, onların bu tikililərinə də, yaxud da ki, belə deyim, incəsənətinə də təsir göstərmişdir. Məsələn, burada tuşla çəkilmiş bir mənzərə əsəri göstərilibdir ki, burada perspektiv qaydalarına riayət olunduğundan bəhs olunur. Məsələn, deyir, hava rütubətli olduğu üçün onlar o şehi, yağışın damcısını necə görürlər, o formada da əks etdirirdilər. Məsələn, deyir, yağışın, belə deyim, o damcıları gümüşü çalarlar da, sanki yumuşaq belə kölgəni göstərirdilər. Öndə olanda daha parlaq çəkirdilər o yağış damlalarını, uzaqlaşdıqca isə kölgəni xatırladırmış kimi təsvir edirdilər. Kalliqrafiya xəttatlıqdır, yəni gözəl yazı sənətidir. Bugün də Yapon evlərini, belə deyim də, bəzəyi sayılır. Lülə formasında belə bükülürdü və divardan asılırdı. Yəni hal-hazırda da bu adətləri var. Bir də bu cür rəsmlərə adətən şeir parçaları yazırlar. Daha sonra gəlir Ikebana. Ikebana da Yapon mədəniyyətinə aid olan bir incəsənətdir. 15-ci əsrdə yaranıb. Əvvəllər Ikebanadan, belə deyim, allahlara hədiyyə məqsədi ilə düzəldirdilər. Daha sonra bu ikebanalar çiçək heykəllər və yaxud da gül heykəllər adlanmağa başladı. 3 hissədən ibarətdir. Gül, budaqlar, bir də yəni qablardan ibarətdir. Daha sonra gəlir pagoda. Pagoda da Yapon məbədidir. Hər mərtəbənin özünün damı var və hər damda yuxarıya qatlanmış formada olardı və zınqrovlar asılardı ki, bu da küləkdən meh əsəndə cingiltili səslər çıxardı. Daha sonra bayaq qeyd etdik ki, onlarda hava şəraiti, yəni belə deyim də, yağıntılı olduğu üçün, eyni zamanda zəlzələlər olduğu üçün onlar yüngül konstruksiyalı evlər tikirdilər. Burada da o evin, belə deyim də, evdən fraqment göstərilib, yəni ənənəvi Yapon evidir. Mebellərdən az istifadə edərdilər. Ara kəsmələri siyirmə divarlar təşkil edərdi. Bu da ki, belə deyim də, varlı evlərinin bəzəyi sayılırdı bu siyirmalar və həmin siyirmalar üzərinə də ağcaqayın, bir də şam budağı təsvirləri çəkərdilər. Burada daxili hissədə olan ocaq yeri göstərilir. Daxili ara kəsmə,
Burada siyirmə, divar, bura isə eyvan. Hı -hı. Daha sonra gəlir kimono. Kimono da Yapon mədəniyyətinə aid olan ənənəvi bir geyimdir. Kimononun belə deyim də uzun qolları olardı, enli qolları olardı və bantla tamamlanardı. Baxın, bu formada bantla tamamlanardı. Və şirma pərdədə üzərinə parça çəkilmiş, çərçivə bükülən ara kəsmə. Bu da onun belə deyim də fraqmenti. Daha sonra gəlir şimalda dağ və düzənlikdə yaşayan xalqlar. Şimalda hava şəraiti, yəni belə deyim də soyuqlu hava şəraitində xalqlar iqlo adlanan tikililərdən özlərinə evlər tikərdilər. Eskimoslar adlanır. Buz parçaları ilə tikilərdi bu evlər. İçəriyə xəzləri sərilərdi və ocaq yandırırlardı. Yəni hava o qədər soyuq olurdu ki, ocağın yanmasına baxmayaraq yəni buz ərimirdi. Bura isə bu yaranqadır, digəri isə çumdur. Bu da mağara saxlayan və ovçuluqla məşğul olanlar yaşardı. Ümumiyyətlə bizim alaçığa oxşuyur konstruksiyası, yəni yığılıb söküləndə, ancaq formaları belə deyim də fərqlidir. Daha sonra burada Dağ kəndini göstərir. Burada da Dağ kəndində də hər kəsin belə deyim də qapısı digər qonşunun eyvanına, damına, daha doğrusu damına açılır. Fikir verirsiniz. Bu da sanki deyir qarışqa yuvasına xatırlardır. Burada isə Maral Rəhmanzadənin Xınalıq kəndi əsəri göstərilmişdir. Sonra yurd, düzənlik sakini də belə deyim də yurdlar, alaçıqlar adlanan divarlar, yəni daha doğrusu alaçıq adlanan evlər tikərdilər və bu yurdun, bu alaçığın içərisinə naxışlarda, yəni qırmızı çalarlar olan belə deyim xalçalarla bəzəyərdilər. Həmin o naxışlar, həmin o qırmızı çalarların da özünün belə deyim də simvolik mənası var idi. Məsələn, belə deyim, onları qoruyardı, bədnəzərdən, sevincin, baharın rəmzi hesab olunardı və bu adətdə, yəni bu inancda onlara günəşə, ulduzlara sitayiş etdikləri dövrlərdən yəni qalmışdır. Burada elə bir şey yoxdur. Daha sonra gəlir səhralıqdakı şəhərlər və burada Reysan kompleksindən qısaca bir belə deyim də fraqment göstərilir. Özbəkistanda Buxarada yerləşir bu kompleks və içərisində 3 mədrəsəni, Şirdor mədrəsəsini, Uluqbəy mədrəsəsini, bir də Tilyakari mədrəsəsi, yəni yerləşir bu kompleksin içərisində. Və bu belə deyim də giriş hissələr, portallar da mozaik parçalarla bəzədilərdi. Sonra gəlir qədim Ellada. Qədim Ellada qədim Yunanistandır. Onlar ölkə hökmdarı Elinin adı ilə özlərini bu cür adlandırmışdılar və daha sonra qədim Yunanistan adlanmağa başladı. İnsanın iradəsi, vücudu, idraki haqqında ilk dəfə düşünən məhz ellinlər olmuşdur. Onların Allah haqqındakı təsəvvürləri insan obrazı, yəni gözəl insan obrazında Allahları təsəvvür edirdilər. Qədim Yunanlıların ilahi varlıqların, Allahların şərəfinə məbədlər inşa edərdilər və bu məbədlər də sıldırım təpələrində, yəni ucaldılardı və tikililər mənzərənin bəzəyinə çevrilərdi. Afina sakinləri Allahların şərəfinə bayramlar keçirdirdilər ki, onlardan da biri də Panafineya adlanır. Bu bayramın əsas iştirakçıları gənc qızlar hesab olunurdu və bayramda yəni iştirak edirdilər. At çapan gənclər, bir də qızlar iştirak edirdilər ki, onlar topladıqları bəxşişləri, bir də böyük örtüyü, Afina üçün yəni nəzərdə tutulmuş böyük örtüyü səhərdən yeri açılanda gətirərdilər, belə deyim də, İlahi Afina üçün nəzərdə tutulmuş həmən o örtüyü məbədə gətirərdilər. Bir də eyni zamanda bəxşişləri buraya gətirərdilər
və qədim Yunanıstanda ən böyük bayram isə Olimpiya oyunları idi. Bu oyunlarda da onlar belə deyim də zəfər tağları inşa edirdilər. Məsələn, Zevs məbədi də bunlardan birinə misaldır. Həmin gün barışıq günü elan olunardı. Yəni bu müqəddəs barışıq günü elan olunardı və ən böyük bayramları idi. Yəni Olimpiya oyunları. Daha sonra gəlir burada Parfenon məbədi. Parfenon məbədi də Yunanistanın ən gözəl məbədi hesab olunur. Yunan dilindən tərcümədə Afina məbədi deməkdir. Afina şəhərinin yuxarı hissəsində Akropol adlanan yerdə inşa olunub və onun əzəmətini daha da gücləndirmək üçün Erixtion məbədi inşa olunmuşdur və bir də meydanda ilahə Afinanın heykəli ucaldılıb. Burada o da belə deyim də himayədar olmuşdur və ona görə də onun şərəfinə bu cür heykəlini inşa etmişdilər. Sonra gəlir Yunanlıların mədəniyyətini biz amforalardan öyrənirik. Amforalar saxsıdan hazırlanmış qablardır. İlk vaxtlar qara fiqurlu qablar yaranmışdır. Daha sonra bu qabları qırmızı fiqurlu qablar əvəz etmişdir. Və vazalar üzərində çəkdikləri təsvirlərdə onlar gündəlik məişətlərini çəkirdilər və həmin o təsvirləri belə deyim də poetik obrazlara çevirirdilər. Yəni məişət səhnəsinin təsvirində poetik obrazlara çevirərək belə deyim də insanların daxili aləmini, mənəviyyatlarını göstərirdilər ki, bu da yalnız elə Ellada incəsənətinə məxsus bir bacarıq idi. Burada da amforaların təsvirlərini görürük. Yəni amforaların üzərində olan təsvirlər, fraqmentlər görürük. Daha sonra gəlir orta əsr Avropa şəhərləri. Avropanın bir çox şəhərləri orta əsrlərdə yaranmışdı və indiyədək də öz belə deyim də qədimi görkəmini qoruyub saxlanmışdır. O dövrdə tikilən kilsələr gotik adlanırdı və gotik üslubunun bütün elementləri şaqilidir. Yəni mil şəkilli uca qüllələr, tağlar, sütunlar, şüşələr, bütün bunlar sanki səmaya çatmağa can atır və kilsənin daş oymalı konstruksiyaları vitrajla, pəncərədə rəngli şüşələrlə bəzədilirdi. Şəbəkəyə bənzər vitraj, lakin o şəbəkədən fərqli olaraq metal belə deyim də metal bərkitmədir. Şəbəkə isə bir taxtadan daha çox yığılırdı və dar əyri küçələrdə yan-yana sıx dayanan evlərin maylı damları yuxarıya doğru ucalır. Burada da bunu görürük. Şəhərin bəzi küçələrində eyni sənətlə məşğul olan sənətkarlar yaşayırdılar və burada gotik kilsəsinin belə deyim də ümumi görünüşüdür. Bunlar şpil adlanır. Daha sonra bu vitrajdır, hansı ki metal bərkitmə və müqəddəslərin heykəlləri olan portal görürük. Yəni giriş hissə olan bu yerlərdə müqəddəslərin heykəlləri təsvir olunub. Fasadda fransız sözdür, tiklinin ön hissəsi qabağı deməkdir, yəni sifət obraz deməkdir. Burada da orta əsr şəhərlərindən fraqment görürük. Limberg qardaşlarına aid olan bir miniatürdən fraqmentdir. Daha sonra şəhər sakinləri, yəni müxtəlif təbəqəyə aid olan şəxslər, məsələn sənətkarlar, alimlər, ruhanilər və başqaları, bunlar rəngarəng parçalardan, üzərlərdə naxışla bəzədilmiş parçalardan geyimlərdən geyərdilər və kasıblara da bu cür dəbdəbəli geyinmək qadağan olunmuşdur. Memarlıqda olduğu kimi geyimdə də şaqlı xətlər üstünlük təşkil edir. Yəni geyimlərin sərt və kontrast görkəmli, insanı sirli bir obraz, belə deyim də, sirli bir obraz kimi təəssürat yaradır və ona görə də deyir təsadüfi deyil ki, adətən sehirbazlar həmin dövrün personajları kimi təsvir olunur. Burada da onların geyimlərindən, yəni geyimlərini görürük. Memarlıqda olduğu kimi geyimlərdə də şaqlı xətlər üstünlük təşkil edir. Baxın, yəni geyimlərin hər birində şaqlı xətlər üstünlük təşkil edir. Burada da orta əsrlərdə ziyarət mərasimindən bir fraqment göstərilib. 4-cü sinif bu qədər müəllimlər. Növbəti siniflərin izahında, dərsliklərin izahında görüşənə qədər. Sağ olun.